Sınıq saat məsələsində verib ki, dəqiq işləmiş saat, əqrəbli saat 16:00 göstərəndən 2-3 dəqiqə sonra onun yalnız dəqiqə əqrəbi 13 dəqiqə ərzində hərəkətsiz qalmış, ardınca əvvəlki sürətlə hərəkətinə davam etmişdir. Bundan sonra əqrəblərin ilk üst-üstə düşmə anının reallıqda hansı vaxta uyğun olduğunu müəyyən edin. Deməli, birinci, saat və dəqiqə əqrəbinin ilk dəfə nə vaxt üst-üstə düşməsini tapmaq lazımdır. Onu tapandan sonra 13 dəqiqə hərəkətsiz qaldığına görə üstünə 13 gəlsəm, reallıqda saatın nə vaxta uyğun olduğunu tapacağıq. Bunun üçün sizə bir düstur təqdim edirəm. 12x minus fasilə bərabərdir. X üstəgəl saat və dəqiqə əqrəbi arasındakı məsafə. Bu bizə saat və dəqiqə əqrəblərinin üst-üstə düşmə anını vermiş olacaq. Necə? Diqqətli olun. 12x minus fasilə. 12x-dən 2-3 dəqiqə bizə lazım deyil. Nə qədər fasilə verilibsə onu yazırıq. 13 dəqiqə. Bu bərabərdir. X üstəgəl. Saat və dəqiqə əqrəbi arasındakı məsafə deyəndə 16:00-da saatın necə olmasını qeyd etmək lazımdır. Və baxıram ki, 16:00-da saatın dəqiqə əqrəbi 12-ni, saat əqrəbi isə 4-ün üzərində olmalıdır. Bu vaxtda bunlar arasındakı dəqiqə fərqi nə qədərdir? Yəni, bu dəqiqə əqrəbi saat əqrəbinin üzərinə gəlmək istəsə, neçə dəqiqəlik məsafə qət eləyəcək? Arada var 1 var, 2 var, 3 var. Yəni, 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə və 20 dəqiqə gəlməlidir. Ona görə bura 20 dəqiqə yazırıq. 12x-dən x çıxsaq, tənliyi həll etsək, 11x bərabərdir. 13-ü sağa keçirtdim, 33. X bərabərdir 3. Bu x odur ki, dəqiqə əqrəbi 4-ün üzərinə gəldiyi vaxtı bu saat əqrəbi burada dayanmır, axı bu da hərəkət eləyir. Bu 3 dəqiqə müddətində hərəkət eləyir. 3 dəqiqə gedir. Gəlir çıxır bax bura elə təxminən. Yəni bunlar nə vaxt üst-üstə düşürlər? 3-ü gətirib yerinə yazarıq. 20 üstəgəl 3. 16:00-dan cəmi 23 dəqiqə sonra. Çünki 20 dəqiqə buradan, 3 dəqiqə də saat əqrəbi hərəkət etdiyinə görə gəlib artıq burada 23 dəqiqə sonra 16-23-də bunlar üst-üstə düşürlər. Həmin vaxtı reallıqda saatın nə vaxtı göstərməyini tapmaq istəsək, 13 dəqiqə geri qaldığına görə bunun üzərinə 13 gəlmək lazımdır. Bu da bizə 16-23-ün üstünə 13 dəqiqə gəlsək, 16-36 verəcək. Yəni cavab olacaq D variantı.